Herkese salamlar. Bugün şəkər çörəyi edəcəm, əgər adını düz dedimsə. Saat 2:40-da özdə. O qədər sıxıldım ki, dedim niyə də yox. Getdik. İlk öncə resepti baxa-bax eləyirdim. Yağ əlavə edirəm. Bu yağdan qalmışdı, onu dedim dəyərləndirim. Amma az olduğu üçün başqa yağ da əlavə elədim, onu çəkməmişəm. Daha sonra bu yağı kəsib doğrayıram, mikserlə rahat qarışdırmaq üçün. Bu universitet tətili boyunca o qədər sıxıntıdan nələr bişirməmişəm ki. Şirniyyatlar, yeməklər, salatlar. Artıq yağı tam belə doğrayandan sonra, yumşalandan sonra mən özü də yağı əvvəlcədən çıxartmışdım ki, belə donmuş kimi olmasın da, yumşaq olsun. Ona görə rahat həll olundu mikserlə də. Mikserlə qarışdırıram ağarına qədər. Daha sonra da digər yağı əlavə edib yenidən qarışdırıram. Şəkər pudrası əlavə olunur yağ qarışdırandan sonra. Amma şəkər pudrası yoxdursa, şəkər tozunu da üyüdüb qata bilərsiniz onu da. Çünki reseptdə elə deyilirdi. Burada tam qarışdırandan sonra şəkər pudrası əlavə edirik. Şəkər pudrası azdırsa tozunu da qata bilərsiniz. Amma düzdür, bəzi bərklik bilir. Mən şəkər tozu da qatmışdım. Daha sonra yumurtanın ağın sarısını ayırırıq. Buna ancaq ağın qatırıq. Sarısını da saxlayırıq üstünə vurmaq üçün. Yumurtanın ağını əlavə edəndən sonra sarısını ayrıca saxlayıram. Heç soyuducuya qoymasanız da olar. Kənarda qalsın, heç bərkiməsin. Daha sonra yenidən mikserlə qarışdırıram. Tam yumurtanın ağı ilə həll olana qədər. Burada qarışdırmamışdan öncə vanil də əlavə edə bilərsiniz ki, o yumurtanın qoxusu qalmasın. Burada vanil əlavə edəndən sonra yenidən mikserlə qarışdırırıq. Şəkər pudrası az olduğu üçün şəkər tozu da qatmaq istədim. Onu da necə tökdümsə, hamısı bütöv töküldü içinə. Təzədən onu yığmağa çalışırdım. Şəkər tozunu da qarışdırandan sonra un əlavə edirəm. Un da ki, biraz qarışdıra-qarışdıra əlavə etmək lazımdır ki, unun miqdarı çox olmasın və ya daha az olmasın da miqdarı ölçülə bilsin. 3 və ya 3 stəkan yarım qatdım mən. Birinci qaşıqla qarışdırırdım, tam belə miqdarını ölçmək üçün. Un bəs edəndən sonra isə başladım əllə yoğurmağa. Burada qaşıqla qarışdıranda baxırsan ki, əslində un çox görünür, amma ona aldanıb az qatmayın. Çünki yoğurandan sonra daha çox yağ ön plana çıxır, un az olmuş olur, yenidən qatmalı olursunuz. Əvvəlcən onu ölçərsiniz. Artıq xəmiri yoğurmuşam, forma verməyə keçirəm. Xəmir elə olmalıdır ki, yəni belə baxanda ovunuq görünsün, amma əldə həcm vermək olsun da. Burada forma verirəm, sadə bir formadır. Kümdə kimi hazırlayıram. Daha sonra bunları listə yığıram ki, formasında vermək olsun rahatlıqla. Kümdələr hazırdır. Artistlik eləməsəm də olmaz təbii ki, onu da eləyirik. Yenidən bir artistlik şey olar. Burada ortasına barmağımızla basırıq ki, yastılansın həmin hissə. İçinə yumurta qoymaq üçün. Burada da o ayırdığım yumurta sarısını əlavə edirəm. Hərəsinin ortasına bir damcı atsaq bəs eləyir. Daha çox olanda yumurta bişməyə bilər, yəni sulu kimi qalır orada. Bəzilərində elə olduğu da olmuşdu, amma əksəriyyətində bişmişdi yumurta. Bunun sıxma torbası varsa onunla eləsəz daha rahat olar. Çünki qaşıqla götürəndə belə tökülüb axma ehtimalı var da digərlərinin üzərinə. Amma sıxma torbası olmasa belə adi pinqvin salafanı da eləmək olar da, yəni uzun kəsməklə. Mən ərindiyim üçün bir də girişmədim o işlərə. Elə qaşıqla əlavə etdim, amma belə də rahat idi. Çalışın amma digərlərinin üzərinə tökülməsin də. Və hamısının üzəri artıq hazırdır. Özüm eləmişəm deyə demirəm, çox qəşəng görünür. Sobaya getmə vaxtıdır artıq. 180 dərəcəyə qoymuşdum mən, 150-də alınmırdı və yenə artistlik şoulardan biri. Göstərməsəm olmazdı. Və şəkər çörəyimiz hazırdır. Çox qəşəng görünür. Qabartma tozu vurmadığım halda belə qabarmışdı. Heç belə qabardığını gözləmirdim. Burada da dadına baxıram. Çox qəşəng isti-isti yumşaq. Dadı da çox qəşəng idi. Əla. İstəyən hər kəs hazırlaya bilər, reseptə uyğun. Bu reseptlə məndə 25 ədəd çıxmışdı. Sağ olun, digər videolarda görüşənədək.